Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində bir neçə mərtəbədən ibarət ticarət mərkəzi tikilir. Ətrafda yaşayan ailələr isə tikinti qaydalarına riayət olunmadığını deyirlər. Əməkdaşımız Rəşad Vəkiloğlu sakinlərin şikayətini dinləyib bərabər izləyək. Bir tikintini aparırlar burada. Baxın, bu 2 dənə taxta oradan gəlib düşüb, biri də orada sallanır. Ərazidə tikinti işi aparılır, lakin heç bir məlumat verici lövhə belə yoxdur. Bundan əlavə, bir neçə mərtəbədən ibarət olan və tikintisi davam edən binanın ətrafında heç bir təhlükəsizlik tədbirləri də görülməyib. Ərazidə çox mərtəbəli binanın inşası həyata keçirilir. Obyekt ya çox mənzilli bina olunacağı hələ ki bilinmir. Ancaq buna baxmayaraq, heç bir təhlükəsizlik tədbirlərinə riayət olunmadan. Bu isə qonşuluqdakı ev üçün böyük təhlükə mənbəyinə çevrilib. Eyni zamanda həmən binaya bitişik olan tikililəri də qəzalı vəziyyətə salıb. Niyə buranı hasarlamadan iş görürsünüz? Düşür həyətə, bura şikayətçidir. Bu taxtalarınız hamısı gəlib düşüb bura. Allah onu da canı sağ eləsin, sizin də canı sağ eləsin, amma mənimlə var. Tikintisi davam edən ticarət mərkəzinə bitişik fərdi evlərdən birinin sahibi tikintini aparan şəxslərdən şikayətçidir. Deyir, hündür mərtəbəli binanı tikən şəxslər onun evini və həyətində olan digər tikililəri qəzalı vəziyyətə salıb. Hamamı çatlar gedir, o küncdən çatlar gedir. Başlayıb çatdır. Bəli, böyüyüb. Birinci xırda başlamışdı, sonra başladı böyüməyə. Sahibimiz deyir, müxtəlif vaxtlarda yuxarı mərtəbələrdə istifadə olunan tikinti materialları da evin üstünə düşərək dam örtüyünü yararsız vəziyyətə salıb. Körpə uşaq var, həyətdə gezir. Oradan bu 2 dənə taxta tökülüb. Bir də ki, o da sallanıb oradan, yəni təhlükə altındadır. Özlərinə dedik, şikayətlər baxdılar, elədilər. Ondan sonra neçə vaxt yığırıq, iş telefonlarımızdan götürüb. Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, Nazirliyin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən bir neçə ay ərzində 2 dəfə sözgedən tikintinin qanunsuz aparılmasına görə qarşısı alınıb. Həmin ərazidə fiziki şəxs Qəmbərov Namiq Telmanoğlu tərəfindən inşa olunan qeyri-yaşayış binasının icazə verici sənədləri təqdim olunmadığından agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 7 avqust 2025-ci il tarixli 0626 nömrəli qərar qəbul edilib. Bundan əlavə, həmin şəxs barəsində tikinti işlərinin davam etdirdiyinə görə cərimə protokolu tərtib olunub. Ərazidə nəzarətin həyata keçirilməsinin təmin olunması məqsədi ilə aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına və hüquq mühafizə orqanlarına müraciət olunub. Vaxtilə icazə üçün sənədləri olmadan tikinti işləri aparmasını sahibkar özü də etiraf etdi. İşlərində böyük həqiqət var, olubdur elə bir şeylər. İndi elə bir hallar olubdur, düzdür, ondan sonra elə bir hallarla rastlaşmarıq da. Biz sənətimizi gözləyirdik, şəhər salmadan bizim sənətimiz çıxmalıydı, ona görə də dayandırmışdılar. Yəni sonra şəhər salmadan sənətimiz çıxdı, biz öz işimizə başladıq. Bildirdi ki, vətəndaşa vurduğu ziyanı tez bir zamanda ödəməklə yanaşı, tikinti ərazisində bütün təhlükəsizlik tədbirlər tələblərə uyğun həyata keçiriləcək. Yaşayış binası deyil. Biz dünən sırağı gün İlqar bəyləndə bizim aramızda olan anlaşılmışların hamısını elə bir yerinə qoymuşuq və ona o vurduğumuz ziyanlara görə hər bir şeydə söz vermişik ki, yerinə yetirəsirik. Abşeron rayon icra hakimiyyətindən isə bildirildi ki, sözgedən əraziyə baxış keçirilib və təhlükəsizlik tədbirlərinə riayət olunmadan tikinti işlərinin aparılması faktı təsdiqləndiyi üçün tikinti işləri müvəqqəti olaraq dayandırılıb. Sahibkara təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı xəbərdarlıq edilib. Rəşad Vəkiloğlu, Nahidə Məmmədova, Space xəbər.